الحمد لله ثم الحمد لله ثم الحمد لله. قالت النفس أريد أن أعيش، فقلت لها: وبأي قلب ستعيشين؟ وبأي رزق ستتنفسين؟ نستغفر الله من طريق نعرف أنه خطأ ثم نسميه ضرورة، ونعوذ بالله من قلب يساوم على دينه، ومن نفس تزين الحرام ثم تطلب السكينة. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، شهادة من أيقن أن الحياة بلا طاعة ضياع، وأن الرزق إن لم يكن طيبا صار وبالا. وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وسلم دل الأمة على أبواب الحرام وحذرها من مزاليق الحرام. Həmd edirik Allah Teala'ya ve sonra yine həmd edirik ve yine həmd edirik. Nəfs dedi ki, yaşamak istəyirəm ve dedim ki ona, hansı qəlblə yaşayacaqsan? Hansı ruzu ilə nəfəs alacaqsan? İstiğfar dilirik Allah Teala'dan ve yolun xəta olduğunu bilirik. Lakin onu zərurət adlandırırıq. Sığınıram Allah Teala'ya, o qəlbdən ki, dini alışveriş edib, o nəfsdən ki, haramı bəziyib, sonra sakitliyi axtarır. Şəhadət edirəm ki, ondan başqa ibadətə layiq haqq məbud yoxdur. Təkdir, şəriki yoxdur. Elə bir kəsin şəhadəti ki, bilir ki, itayətsiz həyat itkidir. Əgər ruzi gözəl deyilsə, təmiz, pak deyilsə, bəladır sahibi üçün. Və şəhadət edirəm ki, Muhammed onun qulu və elçisidir. Ümmətinə halal qapılarını göstərib və çəkindirib haramın sürüşkən yollarından. Və sonra, ey Allahın bəndələri, qorxun Allah Teala'dan və bilin ki, dünya bir saat güldürsə də, lakin bir ömür hesaba çəkər. Və kim haramla yaşayırsa, bil ki, mənasız yaşayır. O yaşadığını zənn etsə də, yaşadığını hesab etsə də, saysa da, ona görə təsəvvür et. Təsəvvür et ki, dünya günün sonunda sənə bir qəbz çıxarır, hesab qəbzi. Və yazılıb onda bir saatlıq gülüşün dəyəri illərlə sıxıntıdır. İllərlə narahatçılıqdır. Çox malın dəyəri bərəkətin götürülməsidir. Yox olmasıdır. Haramın dəyəri, keçici ləzzətin dəyəri qurtarmayan peşmançılıqdır. Sonra deyilir ki, imza at və sən imzalayırsan. Sonra köksün sıxılır, sinən daralır, deyirsən, nədir səbəb? Səbəb, qadir olmadığın bir şeyin dəyərini vermirsən. Qəlbini satmısan. Ona görə Allahın qulu, ey mən yaşamaq istəyən, deyən, sadəcə yaşamaq istəyirəm, deyərək gəzən, sual ver qəlbivə. Elə bir sual ki, o sualdan
qaça bilməyəsən və heç kəsin qaça bilməyəcəyi bir sual. Soruş, həyatın mənası nədir? Nədir bu həyatın mənası əgər günah adət olubsa? Nədir bu həyatın mənası? Səadət haram yolu ilə gedilirsə, nədir bu həyat? Əgər bilirsən ki, Allah Taala görür səni, sonra israr edirsən, təkrar qayıdırsan etdiyinə, nədir bu həyat? Əgər sevinci Allahın qəzəbində axtarırsan, sonra şikayətlənirsən, köksünün darlığından, sıxıntıdan, bərəkətin getməsindən, gələcəyin qorxusundan. Halbuki Allah Taala boş yerə xəlq etməyib bizi. Boş yerə xəlq etməyib, əbəs yerə nə səni, nə məni. Əfəhəsibtum ənəmə xalaqnakum əbətə və ənəkum ileynə la turcaun. Siz elə hesab edirsiniz ki, biz sizi boş yerə xəlq etmişik. Siz bizə qayıtmayacaqsınız. Çəkindirib hədlərini, sərhədlərini pozmaqdan, qadağalarını yüngül saymaqdan, önəmsiz, əhəmiyyətsiz hesab etməkdən وَمَنْ يَعْصِ اللّٰهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ. Kim Allah'a, elçisine asi olarsa, hədlərini aşarsa, يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا. Onu əbədi olaraq oda salar. Və Allah'ın hədləri heç də seçim deyil ki, istədiyini seçəsən veya bir təfsilat, təfərrüat, bir xırdalıq deyil ki, sabaha saxlayasan. Ona görə Allah'ın hədlərinə, qadağalarına məhəl qoymadan yaşayan o insan yaşamır. Və yaşayırsa da mənasız həyat sürür. Gülsə də, bəzənsə də, xoş görünsə də, sonra dinləyin. Doğru bir xəbəri, hansı ki zamanın bütün xəstəliyini özündə cəm edib. Deyir ki, sallallahu aleyhi və səlləm, لَيَعْتِيَنَّ عَلَى النَّاسِ زَمَانٌ لَا يُبَالُ الْمَرْءُ بِمَا أَخَذَ الْمَالِ. İnsanlara elə bir gün gələcək ki, kişi əhəmiyyət verməyəcək, malı haradan götürüb. Önəmsəməyəcək, malı haradan götürüb, əmin hələlin, əmin haram, halaldan, yoxsa haramdan. Çünki mal artıq ilah olub onun üçün. Halalı, malın halallığı, haramı haşiyədir. Necə ki, kitabın haşiyələri var, heç kim önəm vermir, oxumur. Kənara atılıb. Haram onun üçün odur. Allah Taala deməyib sənə, nə istəyirsən, götür o maldan. Necə istəyirsən, götür. Əksinə, deyib, ya eyyuhənnəs, kulu mimma fil ardı halalen tayyibə. Ey insanlar, yer üzərində olan təmiz, pak, halal olandan yiyin. Və deyib ki, və lə təkul ənvələkum beynəkum bil batil. Mallarınızı aranızda batilcəsinə yeməyin. Batil heç də Quranda, Mushafda keçən kəlmə deyil sadəcə, yox. Əksinə batil, haramı bəziyib ona başqa ad qoymağındır. Ona başqa don geydirməyindir. Hansısa müqaviləyə möhür vurub, imza atıb, onu təmizə çıxarıb, yumaq istəməyindir. Sonra dünya belədir deməyindir. Məsəl o ildırım kimi xəbər çatır sənə, yetişir, deyilir ki, bərəkət yoxdur artıq. Qalxıb bərəkət, gizlənir, təkcə cibindən yox, evindən, vaxtından,
sağlamlığından, nəfsindən. Ona görə dinləyin əzəmətli bir qaydanı, hansı ki Peyğəmbərin səsləndirib ümməti üçün bütün bəhanələri qırıb kəsib atan o qayda: İnnallaha tayyibun la yaqbalu illa tayyibə. Allah Teala gözəldir, yalnız gözəl olanı qəbul edər. Hədis Müslimdədir, qayıt bax. Sonra da xatırlayır bir kişini. Deyir ki, "Er-racul yutilis səfər, əş'ət əğbər, yarfa' yedeyh, ya Rab, ya Rab, və mət'amuhu haram, və məşrabuhu haram, və məlbəsuhu haram, və quzziyə bil haram, fə ənə yüstəcəbə ləh." Uzaq səfərə çıxmış kişini xatırlayıb. Saçları dağınıq, qarışıq, toz içində, əllərini səmaya dikib, ey Rəbbim deyir, yeməyi haram, içməyi haram, geyməyi haram, haramla bəslənib, necə cavab verilsin ona, yəni duası necə qəbul edilsin? Uzaq səfərə çıxmış biri, yolun əziyyətinə qatlanmış, yorulmuş, birbaşa səfərlərdə olan, fərq eləmir, ibadət səfəri, elm tələb etmək üçün, iş üçün, daima səfərlərdədir, başqa xeyirlər üçün yola çıxıb, halbuki səfər duanın qəbul olma səbəbidir. Saçı dağılıb, o əziyyətə görə daraya bilməyib, qayğı göstərə bilməyib özünə, təmizlənməyib, dəyişib rəngi, dəyişib paltarının rəngi, tozdan, torpaqdan, zəlildir. Lakin bu ilə yanaşı, qaldırıb əllərini səmaya, yönəlib Rəbbinə. Halbuki Allah Teala qulun əllərini geri qaytarmağa utanır, boş qaytarmağa utanır bəndəsinin əlini və yalvarır, təkrarlayır, ya Rab, ya Rab, rübubiyyəti ilə Rəbbinə yönəlib. Və işarədir ki, insan belə yalvarsa duası qəbul olar. Lakin qəbul deyil duası. Duaların qəbul olma 4 səbəbi cəm olsa da onun üçün. Niyə? Çünki bir haram məğlub edib hamısını. Yeməyi haram, içməyi haram, geyimi haram, haramla bəslənib. Və deyiblər ki, alimlər, yeməyi haramdan sonra haramla bəslənib, əbəs yerə deyilməyib. O deməkdir ki, uşaqlığından haramla bəslənib. Sonra böyüyüb özü də haram yiyir. Sonra duasının qəbul olmasını istəyir. Lakin necə qəbul olunsun? Cəsədini Allahın qəzəbi ilə qidalandırır. İdiyi haramla qidalandırır. Ona görə ey övladları üçün Allahın razı qalmadığını qida olaraq evinə gətirən, sonra deyirsən ki, istəyirəm övladlarım salih olsun. Ey evini haram malla tikən, ləkəliyən, sonra təəccüblənirsən, niyə davadalaş, ədavət çoxdur evdə? Ey rahatlığını, bir saatlıq rahatlığını hasili ilə əldə edən, sonra qorxursan ki, gələcəyin yaxşı olmayacaq. Ona görə bil ki, sən əslində malı dağıtmırsan, əslində qəlbi dağıdırsan. Nuru söndürürsən, ailən üçün, özün üçün, evin üçün görünməyən qapılar açırsan. Lakin kifayətdir ki, baxasan şəriətin qoyduğu tərəziyə, müamilədə necə rəftar etmək üçün qoyduğu meyara, vaylul lil mutaffifin, vay olsun ölçüdə çəkidə aldananlara,
وَلَا تَبْخَسُ النَّاسَ أَشْيَاءَهُمْ İnsanların haklarını əskitməyin. Peyğəmbər sallallahu aleyhi və səlləm bir kəlmə zikr edib. Hansı ki, azgözlüyün, hiləgərliyin, tamahın, dələduzluğun belini sındıran, mən qaşşənə fəleysə minnə, kim bizi aldadarsa bizdən deyil, yəni yolumuzda deyil, əxlaqımızda deyil, səmtimizdə, hidayətimizdə deyil. Və deyib ki, əl-hələlu beyin, vəl-haramu beyin. Halal açıq aydındır, haram da açıq aydındır. Və onlar arasında şübhəli olan var. Kim şübhələrdən çəkinərsə, dinini, namusunu qorumuş olar, yəni şərəfini qorumuş olar. Əgər mömin şübhədən qaçmalıdırsa, gör haramı özünə məskən edən, özünü aldadıb onu zərrət aldadıran necə qaçmalıdır? Ona görə Allahın qulu, aldanma. Bil ki, ola bilər ki, gündüzlər güləsən, sevinəsən, lakin qəlb harama bulaşıbsa, haram ləkəliyibsə onu, Quran ona ağır gələcək, oxuya bilməyəcək. Namaz soyuq gələcək. Allahın zikrinin təsiri, nəticəsi olmayacaq. Xatırlamanın, moizənin onun qəlbini hərəkətə gətirməyəcək. Peyğəmbər sallallahu aleyhi və səlləm bəs edir ki, bir kəlmədən çəkindirib bizi, qorxudub bizi bir kəlməyə görə. İnnəl abdə lə yətəkəlləmu bi kəlimətin min saxatillah. Qul Allahı qəzəbləndirəcək ola bilər bir kəlmə desin. Lə yulqiləhə bələn. Və fikir verməsin ona, önəmsəməsin. Yəhvi bihə finnər. O onu oda yuvarlatsın. Əgər belədirsə gör, tam, bütöv, haramla olan sövdələşmələr necə, razılıqlar necə, haram qazanc qapları necə və bilirsən ki, Allah Teala səndən buna görə razı deyil. Bu ruzi, hansı ki, axtarırsan onu haramda, bu heç də filan kəsin və ya digərinin əlində deyil. Və ya hansısa bu bazarın və ya digər bazarın içində deyil. Əksinə Allah Teala'dadır, onun yanındadır, onun əlindədir. Və fissəməyi rizqukum və mə tu'adun. Ruziniz və sizə vəd olunan səmadadır. Və mə min dəbbətin fil ardı illə aləllahi rizquha. Yer üzərində elə bir canlı yoxdur ki, ruzisi Allaha məxsus olmasın, Allahın üzərində olmasın. Və mən yəttəqilləhə yəcəlləhu məxrəcə. Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər. Və yərzuquhu min heysu lə yəhtəsib. Gözləmədiyi, axtarmadığı yerdən onun ruzisini verər. Ona görə çıxış yolu təqvadadır. Allahın qadağalarını aşmaqda yox, hədlərini, sərhədlərini pozmaqda yox. Gəlib sələflərin bəzi qadınlarından ki, o qadınlar səhər həyat yoldaşlarını yola salanda, qapıya qədər ötürəndə, vidalaşanda deyərdilər ki, ya fulən, ittəqilləhə və lə tut'imnə min haram. Ey filan kəs, Allahdan qorx, bizi haramla bəsləmə. فَإِنَّنَا نَصْبِرْ عَلَى حَرِّ الْجُوعِ وَلَا نَصْبِرْ عَلَى حَرِّ النَّارِ. Biz aclığın istisinə dözərik, lakin odun cəhənnəmin istisinə dözmərik. Ona görə dünya məbləğ deyil ki, toplayasan. Dünya əmanətdir, soruşulacaqsan. وَقِفُوهُمْ إِنَّهُمْ مَسْئُولُونَ. Onları dayandırın, onlardan soruşulacaq. ثُمَّ لَتُسْأَلُونَ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ. O gün nemətlər haqqında mütləq soruşulacaqsınız. Və ən gözəl işarə, hansı ki dəlalət edir ki, insan bəzən malın qulu olur. Ubudiyyəti
mala, mülke olur. Peygamber sallallahu aleyhi ve sellemin sözüdür. Ta'ise abdud dinar, ta'ise abdud dirhem. Bədbəxtdir dinarın qulu, bədbəxtdir dirhemin qulu. Qul adlandırıb mala qulluq edəni, çünki o mal əmr edir ona nə etsin. O mal qadağan edir ona nədən çəkinsin. Halbuki ruzi yolları çoxdur. Əbu Umam el-Bahili deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İnnə ruhəl qudus nəfəhə fi rav'i. Həqiqətən müqəddəs ruh, yəni Cəbrail qulağıma, qəlbimə üfürdü və dedi ki, ənnən nəfsə lən təmutə həttə təstəkmülə əcələhə və təstəv'ibə rizqəhə. Heç bir nəfs əcəli tamamlanmamış, ruzisi ona tam çatmamış, ölməyəcək. Fəttəqullah, Allahdan qorxun. Və əcmilu fit tələb. Ruzini gözəl yolla əldə edin, gözəl yolla tələb edin. Və lə yəhmilənnə əhədikum istibtar rizq ən yətlibəhu biməsiyyətillah. Ruzinin gec gəlməsi sizi vadar etməsin ki, ona Allahın asiliyi ilə axtarasız. Və innəllaha teala la yunalu ma indahu illa bi taatihi. Çünki həqiqətən Allahın yanında olan yalnız onun itayəti ilə əldə edilir. Ona görə ruzi bölünüb, paylanıb, necə ki əcəl bölünüb, təqdir edilib, paylanıb və insan əgər ruzisindən, əcəlindən, ölümündən qaçdığı kimi qaçsa, o ruzi yenə ona yetişib ona çatacaq. Ona görə də qorxun Allah Teala'dan. Çalışın haram qapılarını bağlayasız, kökündən kəsəsiz o qapıları ki, evinizdən, sizdən bərəkət qoparılıb alınmasın və kiməsə zülm etmişsizsə, o haqları əhlinə qaytarın. Aldatmağı, yalanı, insanların haqqına girməyi tərk edin. Tez gələn malı əksinə gözəl, pak olanla dəyişin. Və bilin ki, az mal, lakin bərəkətli, çox olub bərəkəti olmayan maldan daha çoxdur. Və Allah Teala'ya tövbə edin, səmimi qəlbdən. Əgər asi olmuşsunuzsa ona, Allahım, tövbələrimizi qəbul et. Bizə səmimi, saf tövbə nəsib et. Bizim malımızı, mülkümüzü, ruzimizi haramdan, şübhədən təmizlə. Bizə gözəl, halal ruzi yolları göstər. Varlığımızı qəlbimizdə et. Dünyanı bizim üçün böyük bir dərd etmə. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Müsəlmanları izzətli et. Harada zəif müsəlmanlar varsa, onlara kömək ol. Ölkə başlığımızı qoru. Ətrafına, ona xeyirdə dəstək olan insanları cəm et. Bizi eşidib faydalardan et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli dəm. أستغفروه إنه هو الغفور الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله، إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. وأقيموا الصلاة.